Her vaxtınız xeyir değerli izleyiciler. Azerbaycan saatindayıq və bugün tam bir həftə sonra Əfqan bəy Muxtarlı ilə söhbəti dinləyəcəksiniz. Əfqan bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun Qəmir. Bugün əlbəttə ümumi olaraq daha genel götürsək İlham Əliyevin yalanlarını ifşa etməyə çalışacağıq değerli izleyiciler. Amma bu son müşavirədən. Deyəsən biz bir neçə dəfə demişdik müharibədən sonra müşavirəza keçirmiş, qaçıb paralarda özü üçün öz ailəsinin içində kimlərlənsə məsləhətləşir. Amma nəhayət şeytanın kıçın qırdığı bir müşavirə keçirdi və orada da sadəcə olaraq yalanlar ifraz etməyə başladı. Bir də gələcək korrupsiyası haqqında danışmağa başladı. Amma əlbəttə bunu sonraya saxlayaq. Bu söhbətin sonraki nəyində bölümündə olar. İlk növbədə təbii ki çox ağır bir xəbərin üzərindən söhbət eləyəcəyik. Mən əslində Əfqan bəy danışmışam mərhum İlqar bəyin vəfatı ilə, intiharı ilə və yaxud da öldürülməsi ilə, intihara məcbur edilməsi ilə bağlı. Amma mən sizin statusu gördüm bugün Facebook'ta yazmışdınız. Düşündüm ki bu məsələni mütləq bir daha ictimai diqqətə çatdıraq. Siyasi çevrələrdə o qədər də tanınmayan bir adamdır, amma siyasi motivlərlə həbs olunub. Dünya çapında mütəxəssislərdən biri sayılır. Mən Osman Gündüz'ün də yazılarını oxumuşdum onun haqqında əvvəllərdə. Elə onun əsasında da video materiallar hazırlamışdım. Oradan bilirdim ki, bu çox yüksək səviyyəli, yüksək çaplı bir mütəxəssisdir öz sahəsində, IT sahəsində. Amma aparıb soxdular içəri, adamı faktiki olaraq öldürdülər. Amma necə baş verdi bu? Niyə heç kimin xəbəri olmadı? Belə bir adamın varlığından, tutulmasından, onun həbsxanada başına gətirilənlərdən nə oldu bunun səbəbi? Bəy, ilk növbədə bizim xalqımızın bu inanclı qismini təbrik edirəm. Üzr istəyirəm, Qurban Bayramıdır. Qurban Bayramı ilə bağlı. Allah kəsdiyiniz qurbanları qəbul etsin, oruclarınızı, dualarınızı Allah qəbul etsin. İnşallah ki, Azərbaycan xalqı bir azad demokratik cəmiyyət qurar. İnanclı insanlar da, inancı olmayanlar da vicdanları qarşısında rahat yaşaya bilərlər. İlqar Əliyevlə bağlı məsələ bəy, qeyd ediniz, siz dediniz ki, o siyasi çevrələrdə tanınmayan adamdır. Çünki siyasi proseslərdə iştirak eləməyən adamdır. Siyasətçi deyil, IT üzrə mütəxəssisdir, beynəlxalq dərəcəli mütəxəssis olub. Çoxlu adamlara təlim keçib, çoxlu adamlara bu sahə üzrə müəllimlik eləyib. Eyni zamanda həm İlham Əliyevin ailə biznesində, həm də onun qısa bioqrafiyasına mən nəzər salmışdım. Özünün də səs yazısında qeyd edilib. Bu neft boru kəmərlərinin internet təhlükəsizliyini, o idarələrin internet təhlükəsizliyini həyata keçirib, orada rəhbərlik edib. Xüsusən İlhamın şirkətlərində çox ciddi, önəmli vəzifələri daşıyıb. Bunlar üçün işləyib də faktiki olaraq adam. Və bu onun öz sahəsidir, öz sahəsi üzrə işləyib və şübhəsiz ki, çox böyük informasiyaya malik olur, sahib olur. Eyni zamanda, məsəl üçün, başqa adamlar İlham Əliyevin ətrafında, hətta belə qapıçı işləyəndə belə müxalifətlə müstəqil mediadan qaçıb, özlərini xüsusi ilk hesab edəndə bu İlqar bəy vicdanlı şəkildə öz biliklərini hər kəsə, o cümlədən də müstəqil jurnalistlərlə bölüşür. Abzas media işçilərinə bu internet təhlükəsizliyi ilə bağlı təlimlər keçib, eyni zamanda Məclis İnfonun əməkdaşlarına. Və elə Abzas medianın rəhbərliyi Ülvi Əsənli, Kekalov, Sevinç Vaqif qızı həbsindən dərhal sonra İlqar bəy də yoldan oğrayıb aparıblar və özünün səs yazılarından sonraki bugün mən onun müraciətini oxudum. O həbsxanada yazdığı qeydlərini oxudum. Adama işgəncə verib də həddindən artıq. O çox yazılarını oxuyanda, o adamın səsini dinləyəndə görürsən ki, Azərbaycan xalqı yalnız bir IT mütəxəssisi itirməyib. Eyni zamanda hər tərəfli biliklərə sahib olan çox ciddi bir ziyalı, intellektual səviyyəsi çox yüksək olan bir şəxsi itirmişik. Biz eyni zamanda vicdanlı adamı itirmişik. Və bunun bütün bu danışıqlarını, bütün bu qeydlərini oxuyanda sən görürsən ki, bu insan doğrudan da Azərbaycan polisinə inanır, doğrudan da Azərbaycan dövlətinə inanır. Məsələn, o hansısa bir jurnalistə təlim keçdiyinə görə həbs olunduğuna çox təəccüblənib adam.
dəhşətli dərəcədə təəccüblənib ki, mən öz peşəmi yerinə yetirmişəm, öz biliklərimi işləmişəm və buna görə mən tutulmamalıyım. Həqiqətən də tutulmamalıdır, amma dərk eləməyibdir ki, hansı rejimdə yaşayır, hansı rejimdə şeydir, yaxud da ki, çox inanır. Və məndə zərrə qədər şübhə yoxdur ki, İlham Əliyev hakimiyyəti və şəxsən İlham Əliyevin özü çox qəzəblənibdir ki, mənim bunların çünki düşüncəsi belədir ki, mən buna pul verirəm, mən bunu dolandırıram, mən bunu saxlayıram. Amma bu gedib mənim düşmənlərimə təlim keçir. Eyni zamanda şübhəsiz bu müzakirə olunubdur ki, İlqar Əliyev IT mütəxəssisi kimi bunun çoxlu məlumatlara çıxışı olub, çox böyük informasiya. Çünki onun sahəsi elədir ki, o həddindən artıq çox informasiya bu şirkət daxili sirlərə sahib olur, orada çıxışlar əldə edir. Yəqin ki, fikirləşibdir ki, bu araşdırma jurnalistikasında bunu ailəsinə aid şirkətlərlə bağlı araşdırmalarda rəhmətli İlqar Əliyevin də rolu olur. Ona görə o tutulub, ona görə o işgəncələrə məruz qalıb. 8 ay bu adam ailəsi ilə görüşə bilməyib. 8 ay bu adama telefon adaması qoyub. Bu adam tamamilə vəkillərdən məhrum olub. Paykovoy vəkillər verdi. Öz vəkillərindən bunu məcburlayıblar ki, və 8 ay ərzində ən təəssüflü, ən dəhşətli şey bundan ibarətdir ki, ailəni hansısa səviyyədə qorxuzublar. Yaxud da ki, hansı səviyyədəsə vədlər veribdir. Ailə bunu ictimaiyyətləşdirməyib, danışmayıb, deməyib bunlar. Eyni zamanda onun dəstək, onun mən səs yazısında səhv eləmirəmsə deyir ki, mən 500 nəfərdən yuxarı mütəxəssis yetişdirmişəm. Böyük rəqəmdir, həddindən artıq. IT sahəsi üçün dəhşətli dərəcədə böyük rəqəmdir. Adam çox faydalı iş həmçəlir, həddindən artıq yüksək olur. Və bu 500 bunun tələbəsindən heç biri yazmayıbdır ki, mənim müəllimim hardadır. Hardadır da bu? O təkcə sənin müəllimin deyil, təkcə sənə IT üzrə hansısa bir ixtisas öyrənmir. Daha Azərbaycanlı, sənə çörək verənin olur. Sənə əlini çörəyə çatdırır. Bir dəfə bir adam yazmayıb bu 500 dəfə. Dəhşətli bir şeydir, doğrudan çox dəhşətli. Olsun ki, onun təlim keçdiyi jurnalistlər də bu barədə məlumatlandırır. Yaxud da ki, ailələri deyiblər ki, yazmayın. Yaxınları deyib yazmayın. Amma fakt bundan ibarətdir ki, Azərbaycan hakimiyyəti növbəti cinayətə imza atır, növbəti cinayəti həyata keçirib, belə bir ziyalı adamı, gözdə 4 uşağı var səhv eləmirəmsə. Və bir ailə başçısını qətlə yetiriblər, şərriyiblər. Heç kəs deməsin ki, sənin əlində fakt yoxdur, bunu qətlə yetiriblər. Mənim əlimdə olan fakt ondan ibarətdir ki, bu adam şərrənib. Şərriyiblər bu adamı. Bu adamı ailəsindən tədiz ediblər. Bu adamı telefon danışığını qadağan ediblər. Bu adamı vəkil tutmaqdan məhrum ediblər. Bu adamı ictimai müdafiədən, hüquqi müdafiədən məhrum ediblər. Və bunun elədiyi cinayət nədir ki, bunu sən belə təciz edirsən? Dövləti cinayətdir, rəsmi ittiham irəli sürülən. Yox, narkotik maddələrin qanunsuz dövriyyəsidir. Və satış da yoxdur burada. İstifadə məqsədi ilə narkotik tərkibli maddələrin, küllü miqdarda narkotik maddələrin saxlanması, daşınması belə satışda yoxdur orada. Sən belə adam, bax bu cinayətlə, tutaq ki, həqiqətən bunda narkotik maddə çıxıb. Sən bu adam niyə belə dərəcədə təzyiq? Hansı böyük dövləti cinayət törədib ki, bu adam? Vətənə xəyanət maddəsi ilə tutulan adamlar televizorlarda gürgür qurdu, 9 neçə erməni var. Ailəsi ilə danışırsan, sən necə olur ki, sən separatizmdə, millətlər arası ədavəti qızışdırmaqda, Azərbaycanda soyqırımda ittiham elədiyin adamlara imkan verirsən ki, istədiyi vəkillə danışsın, istəyən video görüntü ilə danışa bilir. Amma İlqar Əliyev Bakıdan Bakıya ailəsi ilə telefon danışır, həftədə 2 dəfə 15 dəqiqə bunun haqqıdır. Sən bunu danışdırmağa qoymuşsan, həftədə istintaq təcridxanada həftədə bir dəfə bunu görüş günüdür. Sən necə buna görüş günü verməyibsən ki? 13 ay cəza çəkmə müəssisəsində ayda bir dəfə bu adam ən azı 15 gündən biri ayda bir dəfə bunun görüşüdür. Sən bunu görüşdən məhrum edibsən ki? Və bütün bu mənim dediyim, sadaladığım faktlar onu göstərir ki, bu adam qətlə yetirdi. Şərrənib, müdafiədən məhrum olunub, ailəsi ilə görüşdən məhrum olunub, tam izolyasiya olunub, bütün ətraf mühitlə. Bu adamı köməksiz qoyub, bu adamı İlham Əliyevə müraciətlərinin qarşısına almışsınız, qoymayıbsınız İlham Əliyevə müraciətlərini, Mehriban Əliyevə müraciətlərinin qarşısına alıbsınız, Baş Prokurora, Milli Təhlükəsizlik Nazirliyinə, dövlət qurumlarına.
Bu nə deməkdir? Bu o deməkdir ki, adamı öldürüb. Harda öldürüblər bu adamı? 13 saylı cəza çəkmə müəssisəsində. Nə baş verir bu gün 13 saylı cəza çəkmə müəssisəsində? Kütləvi olaraq siyasi məhbusları qıslaması başlayıb. Bu həmin 13-də o Hacı Bəli, İbrahim Nazım Bəydəmirli, millət vəkili, iqtisadçı alim şərhlənən bizim siyasi məhbuslardan biri, ekologiya məhbuslarından biri Gədəbəydə söyüdlü üsyanına görə tutub şərləyib həbsə atdıqları anı. Bu dəqiqə sahib İbrahimli, bu Hacı İbrahim İbrahimlinin, Nizami İbrahimovun, köhnə Nazim İbrahimov. Nazim İbrahimov, köhnə Diaspora Komitəsinin sədrinin qardaşı. Onun vasitəsilə oradakı siyasi məhbusları provokasiya çəkirlər. Oradakı siyasi məhbuslar bu qədə təhqirləyib. İndi onun haqqında müxtəlif məlumatlar gəlir ki, bu nəyə görə rəisin təsiri altına düşüb. Mən onun şəxsi həyatına, orientasiyasına qoşulmaq istəmirəm. O ilə bağlı danışmaq istəmirəm. Amma bu adam, bax, tək Bəydəmirlini yox. Orada Mütəllim Orucov var. Xalq Cəbhəsi Partiyasının Almaniyadan deportasiya olunduqdan sonra şərhlənərək həbs olunan bizim siyasi məhbuslardan biri. Onunla bir müddət əvvəl onu təhqirləyib, onu provokasiya çəkir. Ona hücum eləyib zonun ortasında. Digər siyasi məhbuslara hücum eləyib. Nə vaxt başlayıb bu hadisə? İlqar Əliyevin ölmüş ictimaiyyətləşəndən sonra. Nədən qorxusunuz? Oradakı məhbuslar nəyi bilir ki, siz qorxusunuz ki, oradakı məhbuslar kölə informasiya. Mən orada başlanan bu siyasi məhbuslara qarşı kampaniyanı bir bağ görürəm İlqar Əliyevin ölümü ilə. O həbsxanada ölüb adam. Həmin həbsxanada. Belə çıxır ki, Hacı İbrahimin qardaşının bu adamın ölümündə hər halda iştirakı var. Və orada nə baş veribdirsə, 13 saylı cəza çəkmə müəssisəsinin rəhbərliyi bu hadisə ictimaiyyətləşəndən sonra, bu hadisə müzakirəyə başlayandan sonra 13 saylı cəza çəkmə müəssisəsində siyasi məhbuslara qarşı baskılar artıb gəlməkdə. Eyni vaxtda düşür. Bax, bu siyasi baskılar, bu adam, biz ikimiz də həbsxanada olan adamlara az çox Azərbaycan həbsxanalarını idarə etmə sistemini bilir. Bunlar hamısı bizi bilmir, hamısı. Orada nəsə baş verir. Və o baş verən hadisə ilə bağlı insanlarda detallı məlumat olmasa da, ümumi məlumat var. Bunlar sadəcə olaraq o həbsxananı baskı altına satılmasıdır. Və oradakı biz siyasi məhbuslara qarşı həssas yanaşmalıyıq, diqqətli yanaşmalıyıq. Bəydəmirli də olsa, o Mütəllim Orucov da olsa, o həbsxana üzərində bizim ictimai nəzarətimiz olmalı. Gündəlik. Belə çıxır ki, həqiqətən orada nəsə dəqiqətli bir şey baş verib. Belə açıq şəkildə deyirəm, heç o adamların ailələrinin də qorxutmaq istəmirəm. Reallığı danışmağa məcburuq çünki. Məcburuq reallığı danışmağa. Azərbaycan hökuməti penitensiar xidmət Ədliyyə Nazirliyi səviyyəsində ən azı durub orada vəd verməlidir ki, bizim siyasi məhbuslara qarşı orada heç bir təzyiq olmayacaq və olan həyatına biz garanti edirik. Çünki həmin həbsxanada siz adam yox. Elbəyini öldürmüşsünüz, ondan sonra həbsxanada nə qədər bizim siyasi məhbuslarımız, hətta müxalifətdə olmayıb, amma siyasi səbəblər üzündən tutulan xeyli adam ölüb. Mehman Gələndərlini öldürmüşsünüz, gecə ilə dəfn eləmişsiniz. Kürdaxanın yanındakı qəbirstanlıqda gecə ilə. Bizə rəsmi açıqlama verdilər ki, Mehman Gələndərli kamerasındadır. O açıqlama verilib 2 saatdan sonra gecə qaranlığında fənar işığında Kürdaxanın yanındakı qəbirstanlıqda Mehman dəfn edildi. Və bunların əxlaqı zadı yoxdur. Yoxdur bunların əxlaqı. Qatildirlər, başqasandırlar. İstənilən addımı atmağa hazırdırlar. Çünki İlham Əliyev deyir ki, nə sizin imtihanınızda mən durmuşum. Qorxaqdır İlham Əliyev. Bu qətillər qorxusundan emirlər. Paranoiddir, xəstədir bu. Heç bir şey yoxlamadan, heç bir şey eləmədən mənim yanımda işləyən adam müxalifətçiyə salam verməməlidir prinsipini. Və ona qarşı qəzəbin 2 qat olmağının səbəbi odur ki, bunun şirkətlərində işləyir. Bunun şirkətlərində işləyir.
Bu Görünür ama elə bağlı. düşünür ki, bu bütün ölkəni insaralı, monopoliyalı, bütün sahələr bunun əlindədir. Bütün şirkətlər bunun əlindədir. Və bunun saysız hesabsız şirkətlərində işləyən fəhləsindən tutmuş belə beynəlxalq dərəcəli mütəxəssisinə qədər bunun köləsi olmalı. Kölə gözü ilə baxır bizə. Öz işçilərinə də, nazirlərinə də kölə gözü ilə baxır. O ailəsindən kənar, hamıya kölə gözü ilə baxır. Fikirləşir ki, bu adamlar buna sadiq olmalıdır, buna etiraz eləməməlidir. Buna etiraz eləməməlidir. Və bu hər dəfə ümumiyyətlə bu siyasi qətillər Qənimət bəy, mən çox həddindən artıq həssas erim. Mən bilirəm ki, bütün vicdanlı adamların həssas eridir bu. Bütün bizim müxalifətdə olan, demokratik düşərgədə olan insanların hər birini həssas eridir. Çünki bizim hər birimiz potensial olaraq öldürülə bilərik. Bizim hər birimiz. Mən demirəm, mən xüsusiyəm, ya sən xüsusisən. İstənilən etirazçı, məsələn, polis şöbəsinə apararlar, vurarlar pis yerinə də öldürərlər. Çünki biz müxalifətçi olmaq, risk altında olmaq. Hər birimiz ola bilər. Amma mən başıma meşə salıb bir səhranın düzənliyim, bir tərəf meşə olan yerə çıxanda mən elə bildim, məni öldürəcək. Həbs müddətində mənim bacım məmmalı şəkildə 2 körpə uşaqla ölü tapılıb evdən. Ondan sonra mənim ən yaxın tanıdığım insanlar var. Vüqar Bayram Məmmədov qətlə yetirilibdir. Mehman Qələndərli mənlə birlikdə müxalifətin, hökumət demişkən müxalifətin Tiflis özəyinin aktiv üzvlərindən olan Mehman Qələndərli Bakıda qətlə yetirilibdir. Vidadi İskəndərli həmin qrupun üzvlərindən Fransada qətlə yetirilibdir. Yenə Tiflis qrupunun üzvlərindən Vüqar Rıza Belçikada qətlə yetirilibdir. Mən tanıdığım adamlardan Rasim Əliyev, jurnalist. O qətlə yetirilibdir. Bu adamlara görə Qənimət bəy, mən şəxsən tanıdığım, şəxsən bir yerdə mübarizə apardığım, əzizlərim məmmalı şəkildə. Ona görə mən çox belə bu məsələlərdə həssas oldum və bunu belə axıra qədər araşdırılmasını, heç vaxt gündəmdən düşməməsini istəyirəm. Və ona görə bu həbsxanada 13 saylı həbsxana Azərbaycandadır. Orada olan məhkumlar da Azərbaycanlılardır. Və o dövrdə olan adamlar, o dövrdə bu məsələ ilə bağlı məlumatı olan adamlardan xahiş edirəm ki, hansısa bir yollarla bizə bildiklərini danışsınlar. Ən xırda detalları bizə məlumat verir və onun əhvalı necə idi, insanlarla münasibəti necə idi, nə bilim, ən xırda, ən balaca detallara qədər bizə məlumat versinlər. Çünki biz bilirik ki, bu Ədliyyə Nazirliyi bir cümlə açıqlama verib ki, kəskin ürək damar çatışmamazlığından həyatını itirib. Ailəsi də deyir ki, heç bir zaman xəstəliyi olmayıb. Belə açıqlama verib ailəsi. Abzas Meydə belə yazmışdı. Deməli, ortada bir cinayət işi var və biz bunu ictimai nəzarəti kənara qoymamalıyıq. Eyni zamanda bildiyimiz qədər informasiya toplamalıyıq. Bizim ictimai tədqiqat qrupu standartları çərçivəsində bu məsələni araşdırmalıyıq. Mütləq. Orada araşdırmalı çox şeylər var. Çox şey var. Bizim araşdırmamız şübhəsiz ki, istintaq araşdırması deyil, amma jurnalist araşdırması ola bilər. İctimai preventiv tədqiqat qrupunun araşdırması ola bilər ki, biz belə araşdırma qrupları əvvəllər də yaratmışıq. Mən şəxsən Əvəz Zeynallının birinci həbsi ilə bağlı yaradılmış İctimai Tədqiqat qrupunun rəhbəri olmuşam. Sonra Azərbaycan Xalq Cəbhəsi partiyasının qərargahının partladılması ilə bağlı yaradılan tədqiqat qrupunun üzvü olmuşam və bizim hesabatlarımız, mən imzaladığım, mən yazdığım, bizim rəhbərlik etdiyim qrupun yazdığı hesabatlar Avropa Birliyinin, Avropa Şurasının, Dövlət Departamentinin əsas sənədlərində yer tapıb və kifayət qədər də yaxşı qarşılanır. Yəni peşəkar səviyyədə azından. Və ona görə biz indi Azərbaycanda deyilik və biz əlimiz ora çatmır. Hətta olsaq da nə edə bilərəm, mən həbsxanaya girə bilmirəm. O hadisə olan adamlar, onun orada yaşayan adamlar, kimdən nə informasiya varsa xahiş edirik ki, mənə çatdırın, Qənimət bəyə çatdırın, yaxud da ki, müxalifətdən etibar elədiyiniz adamlara çatdırın ki, bu informasiyaları bizə göndərsin.
Həm də araşdırmaq lazımdır ki, bu Sahib İbrahimovun, yəni Hacı Bəli. İbrahimin qardaşının orada Rolu nədən ibarət? mənə elə gəlir ki, onun iştirakı münasibətiniz- var. Onun iştirakı var. Bir halda ki, orada provokator kimi istifadə Hə, çox edilir. ciddi provokator kimi ondan istifadə edirlər və mən onu orada dəqiqləşdirmişəm ki, var aqressiv murdar adamlar var da, bir ayrı-ayrı murdar adamlar var. Məsələn, rəisə yaxın olaya kimi hamı eləyir. Amma mən orada eşitmişəm ki, bu adam başqalarının işi yox. Məqsədli şəkildə bunun işi ancaq siyasi məhbuslarla. Siyasi sifarişdir. Öz yanından ola bilməz. Görünür özünün də elə bir əngəli var ki, oradan qarmağa keçirdiblər də. Yoxsa belə çirkli işə hər dustağı vadar Var. Onun haqqında müxtəlif şeylər deyirlər. Bu şəxsi məsələsini atıran bir kənara. O özünün həyatıdır, özü bilər. Bizlik deyil. Amma onun bu ailənin bir siyasi keçmişi var. Bu hakim ailənin nökərləridir bu. Kölədirlər. Çöldə də kölə olublar, içəridə də bu kölələrdən istifadə edirlər. Bu köləlik elə bir şey. Məsələn, qul olmaq. Qul. Elə bir şeydir ki, sən sabah azad ola bilərsən bunu. Tutarsan bunu. Amma könüllü kölə həyatı boyu tutarmır. Bunlar kölədir. Və bu kölə sona qədər bundan istifadə edəcək. Ömrünün sonuna qədər. Ömrünün sonuna qədər istifadə edəcək. Qulların üsyanı olurdu. Amma o könüllü kölələrin, o nökərlər ki var, bir qab yeməyə nökərliyində, bir yaşayışına, sərvətə, hər şeyini satan adamlar. Onların müalicəsi yoxdur. Onlar heç vaxt üsyan edəmirlər. Onlar heç vaxt narazı. Onlar daha çox nökərlik edib, daha çox yal qazanmaq uğrunda mübarizə aparır. İndi o içəridədir. Çöldə də hökumət onlardan istifadə edib, içəridə də istifadə edib. O səviyyədə bunlar milyonlarla əlləşirlər. Xəzər adaları layihəsinin 2-3 milyard dollar qiyməti var. İndi orada rəisə bu skalıdır. Üzr istəyirəm bütün izləyicilərdə, amma adı odur da, Sukalı adı odur. İşin adı odur. Çünki biz bunu bəzəyib başqa ad verə bilmərik. Yox, hələ yumşaq formada ifadə eləsək Sukalıqdır. Yoxsa əsl adı çox. Daha gərgin adlar var orada ki, onu da. Amma araşdıraq. Hər halda mən də belə hesab edirəm ki, bu məsələnin üzərinə çox ciddi düşmək, o həbsxanadan bacardıqca daha çox informasiya almaq, həmin o intihar və ya qətl hadisəsinin baş verdiyi ərəfədəki bütün situasiyanın ən xırda detalları da Əfqan bəy demişkən öyrənmək və bir qərar vermək lazımdır. Bu yalnız müdiriyyətə bağlı məsələ deyil. Müdiriyyət orada kimlərisə, əgər intihar şəraiti yaradılıbsa, həmin o sahib tipli hansısa gədaların xidmətindən də istifadə olunub və həmin intihar qabağı situasiyanın gərginləşdirilməsi üçün tapşırılan işlər olub yəqin ki. Eyni zamanda başqa bir intihar hadisəsi də bu günlərdə gündəmə çevrildi. Bu dəfə əskər intiharı. Hərçənd açığı mən onu eşidəndə bərbaşdan inanmadım ki, orada intihar var. Çox şübhəli gəldi mənə. Çünki bu Şamaxıdan çağırılan, Qobustan rayonunun Çalov kəndindən çağırılanda evin tək uşağıdır. Ali təhsilli, kifayət yetkin dünya görüşlü adam niyə intihar eləsin ki, yəni? Siz deyəsən onun ailə üzvləri ilə danışmışsınız. Və mən onun yaxın qohumları ilə danışmışam, rəhmətliyin. Və Horadisdə o Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində xidmət edir. Ali təhsilini bəzi o medialar yazır ki, evə gəlməyinə bir ay qalır və o cəmi 5 ay xidmət edir. Magistratura təhsillidir, 1 il xidmət eləməlidir. Onlar 1 ildir, yoxsa 6 ay? Yox, 1 ildir. 1 ildən aşağı xidmət yoxdur Azərbaycanda. Və o ali təhsilli olub, çox həddindən artıq savadlı uşaqdır və o qərargahda işləyir, gəlməkdə. O xidmətin qərargahda. Özü qərargahda işləyən bir əskər. Qərargahda, bəli, ali təhsilli, master təhsilli olan adam kimi qərargahda sənədləşmə işlərini görüb, o işlərdən məşğul olub, xidmətin qərargahda keçirib. Bizdə ailəsinin, yaxınlarının, qohumlarının verdiyi məlumata görə həddindən artıq o hərbi hissədə hörmətli əskərlərdən biri olub. Daha doğrusu zabit belə hörmətli olan adamdır. Çünki 25 yaşı var artıq. 18-20 yaşlı uşaqların içində bu həm ali təhsil alıb da, ardınca magistratura təhsil alıb və maraqlı bir də burada nüansda nədən ibarətdir qənimət və bunu intihar deyirlər. Bu adamın həddindən artıq çox çəkisi olub, hərbi xidmətdən azad olub.
artıq çəkiyə görə. Bir ildən yuxarı bu adam çox böyük əziyyət çəkib, çox böyük özünə belə üzülüm verib, həm pəhriz saxlayıb çox möhkəm. Eyni zamanda idman edib ki, çəkisi düşsün aşağı, hərbi xidmətə gedir. Adam könüllü gedib. Təkidlə və hərbi xidmətə getməkdən ötürü bu əziyyət çəkib əlavə. Niyə bu adam getsin özünü intihar etsin? Özü gedib, könüllü gedib. Adam deyib ki, mən hətta evin tək oğlu olmağına baxmır. Atası rəhmətə gedib, bu uşaq olan var. Anası yazıq qadın bu uşağa baxıb, böyüdüb, yaxşı təhsil verib, yaxşı oxuyub, qırmızı diplomla qutarıb universiteti, İnşaat Mühəndisləri Universiteti, Texniki Universiteti. Ondan sonra oranın magistraturasını oxuyub, hərbi xidmətə gedib ki, vətənin qarşısında xidmət borcunu yerinə yetirib. Könüllü gedib. Deyir, 3 güllə dəyib başına. Əmiləri var, ağsaqqal yaşlı adamlardır. Onlar gedib baxıblar. Yəni qohumunun qəzetçiyə danışdığına görə ki, 3 güllə yarası olub başında. Bu necə 3 güllə atdı adam, intihar edən adam. Və Qənimət bəy, bu ilin 5 ayı ərzində Dövlət Sərhəd Xidmətində 6-cı ölüm hadisəsi, 4-ü intihardır. Belə çıxır ki, onların heç biri intihar deyil. Yox, ikisi nadı intihardır. Biri Dövlət Sərhəd Xidməti Akademiyasının 1-ci kurs tələbəsi intihar eləyib. Bir nəfər də dəqiq olaraq yenə Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin 11-ci sinif şagirdi, müdavimi. Bu akademiyada oxuyan da oranın müdavimidir. O məktəbin, xüsusi məktəbin məzunun. Və 2 intihar eləyənlər bir-birindən dost olublar və o şəklini göstərdi. Bu sonuncu intihardan tez-tez gedilmiş dostluğun qəbulü. Və nə baş verir onda? Heç nə yoxdur. İndi bu Ramin rəhmətliyin Qobustanda yas yerinə polis gətirib töküblər. O qədər qanunsuzluqdur, o qədər ölkədə bezpir deyildir. Kəndə gətirib töküblər. Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlarını cəmaata nəzarət etsin ki, çəkməsinlər dəfni. Nədən qorxursuz? Maraqlı ki, niyə? Niyə sən qoymursan ki? Ora bir general gəlir yasa. Ayın 3 mərasim. Dünənləri. Yenidən polis. Yenidən açıqleniyə alınır. Cəmaatı aralayıblar generalını. Yəni 2-3 nəfər ağsaqqalla oturub bir yerdə nə söhbətləyib çıxıb gedir. İzahat yoxdur intiharın səbəbləri var. Heç o generalın kim olduğunu deməyim. Bir general formasında adam gəlib çıxıb gedib. Yəni polisin, yenə şeyin nəzarət altında. Çıxıb kəndə bir başsağlığı vermir adam gəlib. Biz məsələn Türkiyədən görürük də. Türkiyədə terrorla mücadilədə tez-tez Türkiyə Silahlı Qüvvələri şəhid. Biz o şəhid dəfinlərini görürük də. Televiziyada göstərirlər. Müdafiə Nazirliyindən adam gəlir, yaxud ən azından jandarma komutanlığından adam gəlir. Orada onun xidmət elədiyi hərbi hissənin komandirləri gəlir, zabitlər gəlir. Dəfində çıxış edirlər, adamların qarşısında çıxış edirlər. İzahat verirlər adamlar ki, bu ölüm hadisəsi necə olur. Amma biz nəyin şahidi oluruq? Biz onun şahidi oluruq ki, Azərbaycan, bax, heç dövlət, bu 6 ölüm hadisəsi var qənimətdə. Heç biri ilə bağlı Dövlət Sərhəd Xidməti rəsmi açıqlama vermir. Mediaya çıxır, sonra məcbur oldular. Mediaya çıxır, sonra məcbur oldular. Və mediaya çıxmayan gətirirlər. Mediaya çıxmayan ölüm hadisələri. Çünki bu dəqiqə dəhşətli, total dərəcədə, çox dəhşətli, total dərəcədə nəzarət var, hər şey nəzarət. Qoymurlar insanlar danışma, qoymurlar mediaya çıxma. Bir balaca tənqidi status yazan adamı polis idarəsinə çağırır. Bu Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti müstəqil jurnalistləri media ilə qorxuzur ki, biz media danışarsınız. Artıq neçənci jurnalistə deyib, Hacıyevdir, kimdir orada işte. Deyir ki, sizi media başa salar. Belə kütləvi qorxu altında bu baş verən qətl hadisələri gizlənir. Və Dövlət Sərhəd Xidməti Azərbaycanda ölüm yuvasına çevirir.
Elçin dəhşət bir şeyə çevrilib bu. və səfər. dəhşətli bir şeydir. Sən təsəvvür deyin, əziz Azərbaycan xalqı. İkinci Qarabağ müharibəsində Elçin Quliyev 2022-ci ildə şeyə açıqlama verir. Azərbaycan qəzetində müsahibə verir. Həmin müsahibədə deyir ki, İkinci Qarabağ müharibəsində səhv eləmirəmsə 47 şəhid vermişik, 150 nəfər adam müxtəlif dərəcəli bədən xəsarəti alıb, yaralanıb, nəsə olub müharibədə. 47 şəhid verir. Müharibə dövründən sonra qeyri-döyüş şəraitində Dövlət Sərhəd Xidmətinin, sərhəd qoşunlarının 62 nəfər hərbçisi ölüb, müxtəlif səbəblər üzrə. Müharibədən sonra. Bunu Xəzər Hərbi Araşdırmalar Mərkəzi, bir də qəzetçinin jurnalist qrupunu, ayrıca da qəzetçi jurnalist qrupu açıq media xəbərlərindən apardığı monitorinqin nəticələri. Xəzər Hərbi Araşdırmalar Mərkəzi peşəkar şəkildə illərdir ki, Azərbaycan Silahlı Qüvvələrində baş verən hadisələrin monitorinqini və hesabatlarını hazırlayan Azərbaycanda yeganə müstəqil hərbi qurum, hərbi ilə bağlı hesabatlar hazırlayan yeganə qurum, müstəqil qurumdur ki, onun hesabatları Cəsur bəydir də. Cəsur bəy, bəli. Ki, həddindən artıq çox böyük zəhmət sərf edib bu hesabatlara görə. Və bu böyük bir şeydir, dəhşətli bir şeydir. Sən müharibədə 47 şəhiddir, müharibədən sonra 62 nəfər. Və bu bizim açıq mənbələrdir. Bəli. Bu açıq, mediada gedən məlumatlar. Orada 20-yə yaxın intihar hadisəsi var. Bu 20-yə yaxın cinayət işinin açılması demək. Heç bir cinayət işinin sonu ilə bağlı hər prokurorluq açıqlama verir. Heç bir orada intihar hadisəsi ilə bağlı, nəinki Dövlət Sərhəd Xidmətində, Milli Orduda, digər dövlət qurumlarında, digər silahlı qüvvələrin, digər qoşun növlərində baş verən intihar hadisələrindən bağlı açılmış cinayət işlərinin hesabatı yoxdur. Deyirlər ki, baş vermiş intihar hadisəsinə görə cinayət işi açılır, amma cinayət işinin nəticələri, bu cinayət bir hal var. Səhv eləmirəmsə, Milli Orduda olan intihar hadisəsinə görə bir zabit tutulur. Ya da ki, o da daha şeydən, sərhəd qoşunlarında. Bir hal indi yadımda deyil. Bu mövzu indi söhbətimiz əsasında belə gündəmə gəldi, hazırlıq götürməmişəm. Amma bir hadisə mən bilirəm ki, bir hadisəyə görə bir zabit tutulur. Vəssalam. Söhbət bu illər ərzində 50-yə yaxın ən azı intihar hadisəsi ilə bağlı açılmış cinayət işlərindən. Və bu qədər cinayət işi açılır, amma şey olur. Bax, Yardımlıda bir neçə gün, bundan əvvəl Yardımlıda adların qoyublar ki, qaçaqmalçılığa qarşı mübarizə aparır. Bir nəfər yaralanıb, bunların özlərinin verdiyi məlumata görə, yenə bizdə jurnalistlərin əldə elədiyi məlumata görə bir neçə nəfər yaralanıb, bir nəfər həyatını itirib. Yaralılar Masallı rayon xəstəxanasında təcilli əməliyyat olunublar, vertolyotla gətiriblər və sonra da Bakıya hospitala aparılıb. Hadisə 4 gündür baş verir. Qənimət. Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, bu Daxili İşlər Nazirliyi açıqlamasında bildiribdir ki, Dövlət Sərhəd Xidməti ilə birlikdə qaçaqmalçılığa qarşı, narkotik qaçaqmalçılığına qarşı tədbirlər zamanı silahlı müqavimət olur. Ya yaralının adını deyirlər, ya ölüm hadisəsini təksib edirlər, ya ölüm hadisəsini təsdiq edirlər. Sanki biz yoxuq. Sanki bu Azərbaycan xalqı yoxdur, heç kəs də vecini almır. Nəyə görə belədir? Çünki Azərbaycan xalqı özünə hörmətləməyi itirib bu hissi. Biləmir özünə. Mənə bağışlasınlar, söyləmək istəyirəm. Təəssüf şeylədir. Və bu bizim hörmətli və uca xalqımız. Siz bağışlayın mən bu sözümə görə, siz söyün məni. Amma məsələ ondan ibarətdir ki, biz özümüzü hörmətləməyə iləmirik. Ona görə bu Daxili İşlər Nazirliyindəki Hacıyev kimi adamlar jurnalistlər təhdid edir ki, sizlə medialar. Yaxud bir status yazanın tez polis bölməsinə zəng edirlər ki, media agentliyi ilə qorxudurlar. Media agentliyi ilə, bəli.
Hətta o zaten da Sovet hökuməti vaxtı Qlavlit Ha, vardı. və iki gün Senzura idarəsi. Təxminən həmin idarə kimi bir şeydir. və işləməyə başlayan bir qəzetçi işləməyə başlayan 3 ay yoxdur. Artıq gündəmə gətirib, artıq şeyə qoyublar, hədəfə qoyublar. Kim səsini çıxartıb? Bu olub media, o dövlət agentliyi güc strukturlarından birinə çevirib, sadəcə olaraq jurnalistlərlə məşğul olur. Elə bil ki, Dövlət Təhlükəsizlik Xidməti jurnalistlərlə bağlı bölməsi. Özlərinə elə aparır. Özlərinə elə aparır. Bütün xaricdə o jurnalistika ilə bağlı bütün tədbirlərdə də agentləri iştirak edir. Hamısında. Hamısında agenturası var. Ki, ora xəbər çatdırdılar. Orada gəlib hökumətin təbliğatını apardılar. Bu sonuncu media ilə bağlı beynəlxalq tədbirdə Avstriyada, Viyanada olub. Orada durub çıxış edib media agentliyinin şeyi ki, Azərbaycanda heç bir jurnalist peşə fəaliyyətini görə tutulur. Və belə bir jurnalist Elçin Quliyev bəy, bax, birini qoyub bir yenə qayıdaq şeyə sərhəd qoşuna. 5 ay ərzində, bu ilin birinci 5 ay ərzində 6 ölüm hadisəsi baş verib. Dövlət Sərhəd Xidmətində Elçin Quliyev heç bir açıqlama verməyib. Bir ayın içində 3 nəfər ölüb, may ayın içində 3 nəfər. 2 nəfər adını intihar qoyublar, bir də xəstə uşağı aparıblar əskərliyə, 20 gündən sonra uşaq həyatını itirib. Çünki xəstə adam. Adam İngiltərədə. Kralın at şousunda iştirak edir. Bu adam, bu Elçin deyilən adam 50 o müstəqillik dövründə, Heydər Əliyevin dövründən Dövlət Sərhəd Qoşunlarına komandanı qoyulub, sonra Dövlət Sərhəd Xidməti yaradılıb. Bunu çıxartıb Dövlət Sərhəd Xidməti yaradıblar. Bu Əliyevlər, bilmirəm, bu Əliyevlərə hansı cür xidmət edirsə, bundan ötürü bir onlarla qohum olub da, onlarla. Və o fəxriyə şeylədir bunu, boşadı bunu. Açıqlama verdi ki, bizim ərəbad olmağımızla bağlı xəbərlər yalan. İllərlə bir yerdə yaşadılar, sonra durdu çıxdı, yalandır. Elə şey yoxdur. Bu yaxınlarda bu hökumətin medialarının birində belə açıqlama verdi. Müsahibənin içində dedi. Özlər məhz həmin hissənin kəsti Instagram səhifəsində paylaşdı. O böyük müsahibədə ancaq mən də baxdım, mənə də maraqlı gəlir ki, xeyirlə birdən-birə nə məsələdir ki, yəni bu elə uzun illər danışılan söhbətdir də indi bu dəqiqə. Danışılan söhbət deyil, bəy. Bunlar bu əgər arvad belə bu funksiyonu düzdür, arvad sözünü çıxartmaq istədilər. Hələ ki də qanun icazə verir, deyək. Hələ nə qədər çıxarırlar. Arvad kimi yaşayıb, ailənin qohumudur, başa düşmürəm. Amma ailənin başqa qohumları da var. Bu nə xidmət edibsə, bu sərhəd qoşunları dövlət xidmətinə çevirdilər və strukturunu dəhşətli dərəcədə... Narkotika işinə baxır da, bunlar nə edirlər? Bəli, məsələ odur. Məsələ odur. Və bu adam həm də Atçılıq Federasiyasının prezidentidir. Mən bir şey araşdırdım Əfqan bəy. Bu sərhəd qoşunlarında qətillərlə bağlı elə belə yığcam bir bax kimi deyim gedim. Bunun əskərləri ölür. Bir-birini dairəcə intihar kimi rəsmiləşdirirlər və yaxud da ölüm kimi rəsmiləşdirirlər. Bu Atçılıq Federasiyasında 2009-cu ildən bu müdürdür. Həmin bu Elçin Quliyev. O vaxtda bu heç atlar ölməyib. Yox, ölməz. Bunun atları ölmür, əskərləri ölür. Bax, indi bəy, bax bu ölməyən atları, bu gedir kralın hər il keçirdiyi at şousu. Bax bəy, Dövlət Sərhəd Xidmətinin süvari taburunu da özünə apardı. Atçılıq Federasiyasının adından Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi orkestri. 150 nəfərdən yuxarı heyət. Doldurur samalyota, aparır İngiltərəyə. Bu il də İngiltərədən sonra da gəlib Almaniyaya. 3 əskəri ölüb bu ay ərzində. Bu adam vecinə deyil, oynayır, çalır. Nə bilim, o krala bu il paxlava qonaqlığı verdi. Keçən il şey vermişdi, şahplov qonaqlığı vermişdi. Gicdilər bunlar, doğrudan gicdilər. Valla gicin kim olduğunu bilmirəm. Sən generalsan, general. Bəli, o gic bilmirəm. General olan Elçin Quliyevdir. Yoxsa hər il bunu qarşılayan kral. Amma ortada bir gic var. 100%. İkisindən biri gicdir. Kralın nə vecinədir? Kral özü üçün orada o kral, bir dövlətin ordu komandanıdır.
və ordu komandanı məsələsi deyil. Yəni sən kralsan, özdə İngiltərə kimi ölkənin kralsan. Sən bir qatili, başqa sən qardaşını saraydan qovursan ki, Epsteinlə bir yerdəsən, amma Epsteinlə beşbətər bir şeyi o qatilin birini, bir korrupsioneri, bir oğrunun biri və Epsteinlə betər olan adamın gətir yanında əyləşdir hər il. Və bu Azərbaycan Silahlı Qüvvə, Milli Məclis, prezident heç kəs bundan soruşmur ki, ya sən 150 nəfərlik heyəti, ordunun heyətini ölkədən xaricə çıxartmırsan. Hanı Milli Məclisin icazəsi? Hanı mənə şart göstər ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı 150 nəfər şəxsi heyətin ölkədən çıxarılması ilə bağlı sərəncam imzalayır. Bu hərbi kontingentdir, sən ölkə xaricində aparırsan. O fərqi yoxdur, ölkə xaricində hərbi əməliyyatlarda iştirak edir, yoxsa şorda iştirak edir. Hərbiçidir bunlar. Bunlar sərhəd qoşunlarının hərbiçiləridir və çoxsu peşəkar hərbiçilərdir. Aylıq maaş aldı, əskər deyillər. Sən bir dənə şey açmısan, klinika açmısan hərbi hospitalın içində dövlətin pulu ilə işıq pulunu birincisi bina hospital dövlətin, sərhəd qoşunlarının binasından istifadə edirsən. İşıq pulunu sərhəd qoşunları verir, zibil pulunu sərhəd qoşunları verir. Tibb personalının pulunu sərhəd qoşunları verir. Xidmət personalının pulunu sərhəd qoşunları verir. Sən orada milyon qazanırsan, pulunu hökumət verir. Bu yan tərəfdən Atçılıq Federasiyası yaratıbsa 150 nəfər aparırsan, kralın yanında şou göstərsə, yenə də Azərbaycan dövləti onun pulunu verir. Bir hesabat ver, görüm 150 nəfər sən hansı pul vəsaitlə aparırsan? Olan bilet pullarını kim alıb? Kimin hesabı, kim verib onun pullarını? Olan orada otel xərcləri var, olan orada məzuniyyətləri var ki, yeməlidirlər, içməlidirlər, gəzməlidirlər, ciblərinə pul qoymalısan. Hansı vəsait hesabındadır? Və onlar orada, əgər yox, şəxsi vəsait hesabındadırsa, bunu hansısa qeyri-hökumət təşkilatı, yaxud da ki, Heydər Əliyev fondunun pulu ilə bunlar maaş alır. Bir ay ərzində bu adamlar xidməti yerini hansı əsasla tərk edir? Məzuniyyətdədirlər bunlar, ezamiyyətdədirlər bunlar. Bunların hesabatı yoxdur, amma olmalıdır bunların hesabatı. Sənin dədənin malı deyil bura. Amma İlham Əliyev bu qədəyə o şəraiti yaradır. Narkotik maddələri satırlar. 3 kilometr, bütün dünyada olmayan bir şey var. İlham Əliyevdən sonra Azərbaycanın ən yekə feodal Elçin Quliyev. Bütün Azərbaycanın sərhəd xətti boyunca 3 kilometr enində təhlükəsizlik zolağı var. Dünya heç bir yerində belə şey yoxdur. Təhlükəsizlik zolağı 3 kilometr. Narkotik əkil orada nə işdir bilmir. Bax, onun dəqiq bildiyim şey nədir? Zaqatala, Balakən, o Qəbələyə qədər, Dağıstan sərhədinə qədər. Bunun 3 kilometrlik təhlükəsizlik zolağında narkotiklə əkili orada bir daha ağac da qoydu. Meşəni də söktü, satdı, mebelə verdi. O Embavut firması var da, bu mebel istehsalında. Bu əslində Elçin Quliyevin. Və bu oradakı mebellərin taxtası ilə Talış meşələrindən, Zaqatala, bu bizim meşələrindən, Azərbaycan meşələrindən, o 3 kilometrlik sərhəd zolağında. Ay fındığını qırdılar Dağıstan sərhədində, dağların başında, yol olmayan yerlərdə. Sərhəd qoşunların vertolyotları ilə daşıdılar Zaqatala, Muxaq kəndinin başına, maşınlara qoydular, satdılar. Dünyanın qırmızı kitabına düşən ağacdır, ay fındı. Qıpqırmızı mebel üçün ən bahalı materiallardan biridir. Axırına çıxdı bu adam. Alazanda balıq tuta bilmirik Zaqatalalı oldu. Elçinin şeydir, mühafizə zolağında. Gürcü o yan tərəfdən Gürcüstan vətəndaşları gəlib çimib gedirlər. Bir yerdə də balıq aparırlar gedən deyirlər. Biz yox. Biz 6 kilometr qıraqda turbindən Gürcüyə baxırıq ki, yəki bir dənə balıq tutdu. Və bu adama qeyri-məhdud səlahiyyət, illərdir bu adam şeydir. Bir Ukrayna sərhəd qoşunlarının komandanı generaldır. Yoxdur Ukrayna kimi böyük dövlətin, dövlət sərhəd xidməti ilə bir xidmət yoxdur. Sərhəd qoşunları var. Dövlət Təhlükəsizlik Nazirliyinin tərkibində. Gürcüstanda polisin tərkibindədir. Türkiyədə jandarm idarəsinin tərkibindədir. Yoxdur dünyada dövlət sərhəd xidməti adında bir dənə qurum. Bir dənə Azərbaycanda var, Elçin Quliyev üçün yaradıldı. Və sərhəd xidməti bütün dünyada ya dövlət təhlükəsizlik strukturlarının tərkibində bölmədir, yaxud da polisin tərkibində. 90%, 100%, 90%-dən yuxarı polisin şeyindədir. Buna sərhəd polisi deyil.
Avropada səyahət qoşunları deyilən bir şey yox. Səyahət polisi. Daxili İşlər Nazirliyindədir, sərhədin mühafizəsini həyata keçirirlər. Vəssalam. Azərbaycan kimi bölgələrdə bu cür dəbdəbələri, təmtəraqları xoşlayırlar da. Ayrı idarə, ayrı ordu, ayrı komandanlıq. 60-a yaxın general. Sərhəd qoşunları 60-a yaxın general. O məni tutan, məni oğlayan Azər adında bir murdarın biri vardı. Elçin Quliyevin köməkçisi. Güya məni bu adam pusqu xidməti qurublar. Güya pusqu xidməti qurublar. Bakıdan gəlir bu Azər. Bir də Ceyhun adında Dövlət Sərhəd Xidmətinin quruluşuna bax. Dövlət Sərhəd Xidməti var. Bir də sərhəd qoşunlarının komandanı var. Bu sərhəd DSX-nın tərkibində sərhəd qoşunları. Deməli, Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisinin köməkçisi ilə sərhəd qoşunlarının komandanının köməkçisi Bakıdan durub Balakana gəliblər, pusqu xidməti qurublar və o gün mən keçmişəm. Və bu indi məhkəmədə istintaqdır. Deyirəm ki, pusqu xidməti qurubsan lap yaxşıdır. Kimin şeylə durubsan pusqu xidmətini? Deyir, Zaqatalovdakı alayın komandiri. Deyirəm, Zaqatalovdakı alayın komandiri sərhəd xidmətinin rəisinin köməkçisi ilə sərhəd qoşunlarının köməkçisini naryada göndərə bilər. Hansı səlahiyyətlə siz naryadır? Çurbansınız. Sənin ən aşağısı yox. Bu Dövlət Sərhəd Xidmətinin rəisinin sərəncamı olmalı. Pusqu xidməti ilə bağlı. Və bu DSX-nın rəisinin səlahiyyəti çərçivəsində DSX rəisi edər sərəncam imzalanır. Bunu imzalamalıdır. Ən belə deyək ki, yuxarı vəzifə sərhəd qoşunlarının komandanıdır. O da elçinin köməkçisinə naryada göndərmək səlahiyyətidir. Bax belə, siyasi məqsədlər üçün İlham Əliyevə qədəlikdir. İlham Əliyevin narkotikini satır, bu işə rəhbərliyidir və illərdir o vəzifədən hamı dəyişilir. Dəyişilməyən 2-3 adamdan biri də Elçin Quliyev. Hər ayda onun xidmət elədiyi dövlət şeyində xidmətində ölüm hadisəsi var. Nizamnamədən kənar hadisələr var. Nə baş verdiyini heç kəs bilmir. İctimai nəzarət yoxdur. Onsuz da bizdə Azərbaycanda müstəqillik dövründən orduya ictimai nəzarəti həyata keçirilmədi. Heç bir zaman buna bir imkan olmadı. Amma belə də bespridel, belə özbaşınalıq, belə harınlıq da olmamışdır. Get artır da, qudurğanlıq artır. Göy ölkədə vəziyyət nə gündədir? Azərbaycan saatı faktiki olaraq Azərbaycan media məkanında ən çox izləyicisi olan internet televiziyalarından biridir. Biz bu gün 2 mövzu müzakirə eləmişik, 2 hadisəni müzakirə eləmişik. İkisi də ölümlə bağlı, ikisi də cinayətlə bağlı. Və ölkədə vəziyyət. Üçüncü nədən danışa bilərik biz burada? Su basmadan danışa bilərik. Bütün ölkə suyun içindədir. Batı suyun içindədir. Bu gün Bakıda 5-6 yerdə göstərir. Yeraltı keçid uçur, maşınlar düşüb içər. Yolla gedirsən, maşın sürə-sürə gedirsən, düz yoldasan, altın belə aralanır, düşsən, qalsan betonun altında. Bir gün Bakının harasında isə paylaşmışdılar, ünvanı yazmamışlar. 10-15 dənədən artıq maşın, deməli, bu yeni tikilmiş çox mərtəbəli binanın böyrünü çöküb, 2-3 metr aşağı maşından qalıb böyük-böyük piltələrin altında. Bravo Market özlərinkidir. Və özlərinə qayıdığı da iş ondan ibarət. Bravo Marketlərin birinin damı tamamilə axıdır belə. Mağazanın içində su dolub 1 metr olur. Şarhaşar bütün şeyin üzərində. Bravo Market. Özlərinin şeyidir, əmlakidir. Orada oğurluq edir. Özlərindən oğurluq edir. Özlərinə aid olan əmlaki belə kişi kimi tikə bilmirlər. Öz mallarına da. Bütün ölkənin hər yerini bu sel hər yerində. Qaxda bir qaz 66 qalıb çınqılın altında, yolda keçəndə gəlib aşırıb qalıb. Çünki yol yoxdur.
çayın içindən keçməlidir. Düşüb selədir. Adamlar zorla. Qaxın ortasında yol çökür. Bir dənə Mercedes elə 2-3 metr girib şeyin torpağın altına. Bütün ölkə, bak Gəncə o gündədir. Mingəçevir o gündədir. Sumqayıt o gündədir. Ölkənin hər yeri. Harda iki Yok yok, bütün rayonun, bütün Aran rayonları Bütün hamısı suyun indi- altında kaldı. Samıxı göstəriləsin. Samux meşələrində su basır. Və basa-basa da gedir. Niyə su basır? Samux meşələrində. Mingəçevir göl dolub. Açıb suyunu buraxmağa qorxurlar. Kürəki Kürdən aşağı batacaq. Evet. Bir dəfə sel oldu, bir dəfə sel gəldi, Kür batdı. Hamımız gördük bunu. Hamı danışdı ki, Kürün deltası təmizləyəcək, Kürün belə eləyəcək, elə eləyəcək. O Mingəçevir gölü Sovet hökuməti dağılandan sonra onun qapıları var, suyu açıb buraxsa. Yuxarı qapılar var, bir də dibində qapılar var ki, onlar açılır, su gedib və o gölün lilini aparıb dənizə. O lillənin də dağdan gələn sudur. Lil olur suda, torpaq olur. O göldə çökür və göl dolur ildən. O göl təmizlənməlidir. Ondan ötürü aşağıda onun qapıları var. Sovet hökuməti gedəndən sonra bu elektrik enerjisinə olan tələbatı zadı nəzərə alıb, o gölü təmizləmir. O gölün yarısından çoxu dolub. Yəni əvvəlki su tutumlu. Yəni Təmizləməyiblər də, yəni o işlər təmizlənmir. görünür. Onun su tutumu çox azalıb. O qapılar indi açılmır. Ha. Və bunlar bunu təmizləməlidir. Və o Kür daşqınlarından sonra keçən dövr ərzində nə Kür çayının deltasını təmizləyiblər. Təmizləməzlər, çünki Kür çayının deltasında bunlar balıq və təkələri düzəldiblər, olan qabağını kəsiblər. Evet. Kemalettin Heydərov, İlham Əliyev, Kaspian Fish, hamı orada pul qazanır. Balıq Bəy, Kemaləddin köhnə dövrlərdə. İndi ümumiyyətlə Kürüyə daxil olan nə varsa, indi hamısı ailənindir və maraqlısı Kürü biznesi Leyla xanım Əliyevanındır. Özə biznes eləyə bilmirlər. Elə belə orada burada nəsə düzəldiblər, üzünə Yox, gözünə. indi şeydir. İlham Əliyev deyir ki, bitdi də, yəni bu ölkə mənimdir. Çoxlu şey gedir. Yəni bu neft gəlirləri azaldıqca, ölkənin pulu azaldıqca İlham Əliyev hər şeyin azalmağına razıdır, özünün gəlirlərindən başqa. Və o gəlir azalır, başqa sahəyə keçir. Başqa sahə. Bax, neft qazdan gəlir azalmağa başladı, keçdi pambığa. Pambıq azalmağa başladı, keçib fındığa. Kənd təsərrüfatına keçib, balığa keçib, hər şey, nə bilim, tumuş satır, nə bilim, başqa şey satır, bravo marketlər. İndi sonuncu müşavirədən sonra əyalətlərə böyük hücumun anonsunu verib ki, qalıb orada hələ bizim olmayan əkin sahələri falan. Mən ötən yayımda da bizim fermerlərə qalıb səhər müraciət elədim ki, qara gününüzü qapqarın, əjdaha qardaş gəlir. Kimin əlində nə qədər torpaq sahəsi varsa, 2 milyard ailəsi tərəfindən məngirlənməmiş alacaqlar. Kənd təsərrüfatı üçün deyir ki, 2 milyard manat məbləğində pul ayırır. Bu 2 milyard manat pul kənd təsərrüfatı üçün ayırır. Bu 2 milyard manat pul İlham Əliyevin Qarabağdakı aqroparkları üçün. %100. Bax, mən sizə bir söz deyim. İllər öncə, bundan əvvəl, bu Arzu Əliyevanın əri Sumqayıtda pomidor istixanaları O xiyar pomidor işinə baxırdı da orası. Onda utanmaz. İlham Əliyev getdi, həmin panikin açılışında iştirak edir. Çıxış eləyəndə dedi ki, bu şirkətə, bu pomidor istixanasında kənd təsərrüfatına ayrılan kreditlərdən 500 milyon manat aşağı faizli kredit vermiş. Özünün yeznəsinə. Azərbaycan vətəndaşı deyil. Və bu adam Azərbaycana gəlsə sərmayə gətirib qoymalıdır. Özü ilə pul gətirib qoymalıdır, sərmayə gətirib. Bu Azərbaycan kəndlisinə, Azərbaycan vətəndaşına aşağı faizli kredit vermir. Yeznəsinə kənd təsərrüfatının inkişafı üçün ayrılmış pula istixanaya 500 milyon manat məbləğində pul verir. O vaxt 500 milyon manat da 70 sent. Hardasa 700-750 milyon. 1 dollar 70 qəpik. 78. 78 qəpikdir. Bu da hardasa bir 800 min zat dollar puldur. Böyük pul. Bəli. Azərbaycanlıların əlindən kəsib ruslara verir, rus vətəndaşları. Amma Rusiyanın şirkəti gəlib, bir bankı gəlib Azərbaycanda cəmaatın evlərini əlindən alır.
bu Mustafa Hacıbəylinin bütün pulunu ödəməyinə baxmayaraq, şey eləməyinə baxmayaraq bu Rus bankı ki indi Rusiyanın Avropa Birliyinin sanksiyalarına düşür. Cəmaətin evini, o cümlədən Qarabağ müharibəsi qazisi Mustafa Hacıbəylinin evini əlindən aldılar. Bu getdi əlavə bir 50 min getdi əmlakını satdı, bankın pulunu ki küçələrdə qalmasın. Azərbaycan vətəndaşına vermir. Üstəlik Azərbaycan vətəndaşının qanuni hüquqlarını da qorunur. Bu özünün taladığı bəs deyildi. Putin gəlib tanıyır Azərbaycan vətəndaşlarını. Birbaşa. Bir var deyirsən ki, bizim neftin pullarından, oğurladığı pullardan aparıb Putinə haqq verir hər ildə bir neçə milyard dollar. Amma indi iş o yerə gəlib çatıb ki, Putinin bankları Azərbaycan vətəndaşlarının əmlakı əlindən alır. Özünü taladığı, özünü əzdiyi bəs deyildi. İndi Putin'i də gətirib bura. Putin birbaşa bizi əzməkdə iştirak edir. 200-300 nəfər vətəndaşın pulunu yiyib bank. Və baxmayaraq ki, bu borclar hamısı ödəndi. Bir yox, indi dollarla ödəndi. Mən krediti manatla götürmüşəm. Götürdüyümdən 2-3 qat artıq pul ödəmişəm. Bunun ekspertiza rəyləri. Ekspertiza rəy verir ki, vətəndaşın borcu yoxdur. Məhkəmə o ekspertiza rəyini qəbul edir. Sonra başqa ekspertizadır. O da eyni şey verir. Axırda bank gedir, hardansa bir dənə özləri ekspertiza mərkəzi yaradılır. O özlərinin mərkəzi tiki yox, boşluqdadır. Bir əldə qayma ekspertiza rəyini əsas götürüb cəmaətin şeylərini, əmlakını əlindən alır. İlham Əliyevin də bu 2 milyard ki, deyir ki, mən kənd təsərrüfatına pul ayıracağım, nə bilim, biz əti 100% özümüz təmin eləməliyik. 100% özümüz əti təmin eləsək, ətin kilosu 30 manat olacaq. Yəni, İlham ət satası olsun. Onsuz da İlham satdığına görə belə baxır. Bu Laçındakı Aqroparkda bu ətçiliklə bağlı olan o müəssisədə işləyən oğlan danışır, deyir ki, Laçında ətin kilosu 30 manata satır. Niyə Laçındakı ət 30 manat olmalıdır? Qızıldandır mı ət? Nədəndir? Niyə 30 manat olmalıdır ki? O da qoyundur. Ağcabədin qoyunu Laçın qoyundan 1000 dəfə yaxşıdır. Niyə orada 30 manat olmalıdır ki? Niyə onun əti elə baha olmalıdır? Niyə də? Nəyə görə? Müftə otlaq sahələri, müftə yerləri, ota pul vermirsən, şeyə pul vermirsən, fəhliyə qəpik quruş verirsən, orada çobana qəpik quruş verirsən. Niyə 30 manat olmalıdır ki? Ətin deyir ki, biz 80%-ni deyir ki, özümüz təmin edirik. Sən də Azərbaycan əhalisi sənin saxta statistikasına görə 35 kilo adam başına ət düşür ildə. Və o statistikaya mən inanmıram. Zərrə qədər də olsa inanmıram. Ətin idxalı ilə bağlı statistikada yalan. Çünki əti gətirən bunlar. Və gələn ətin 20%, 30% qeydiyyatdan keçmir. Diri heyvan gətirir İlham Əliyev. O bəylər baxır diri heyvana. Hansı kömrük, hansı o baytarlıq xidməti onun heyvanını yoxlaya bilərdi. Harada çəkdilər onun çəksin kilosunu? Neçə baş gəlir, neçə kilo olur? Sizin cəsarətiniz vardı bəylərin gətirdiyi. Bəylər deyəndə ki, bəylər kimdir? Bəylər deyil, o İlham Əliyev. Bəli, əlbəttə. Və ən maraqlı şey nədir bilirsən bəy? Bu 35 adam başına 35-45 qoyublar. Hökumət 35-45 deyil, amma bu müstəqil ekspertlərin bu hesablamalarına görə 32-35 kilo adam başına ət var da. O 32-35 kilo ki adam başına ət düşür. Orada ordu da var. Hə, ordu teçhizatı da orada. Hə, orduda da mən indi o konkret standart rəqəmi desəm səhv çıxa bilərəm. Amma hər gün əskərlərin 2 günorta və axşam yeməyində ət olur. O ordunun silahlı qüvvələrə də istifadə olunan əti çıxsa, o ümumi 30-35 kilodan da, orada 15 kilo ət qalacaqdı adam başına. Azərbaycan xalqı, Azərbaycan vətəndaşı ət yemir. Amma, bax, mən bir statistikanı araşdırdım. Ermənistanda bu rəqəm qiyamətdə 40-45 kilodur. Gürcüstanda 45-50 kilodur. MDB-də orta göstərici 55-65 kilodur. Rusiyada 80 kilodur adam başına. Avropa ölkələrində də 55-60 kilodan aşağı yoxdur.
Məsələn, mənim yaşadığım şeydə ortalama 70-80 kilo göstərir adam başına ət. Adam başına illik ət İllik ət istehlakıdır. Bəli. Hər adam nə Ən qədər aşağı bütün göstəricilər ən aşağıdır və o ilə bizdəki belə beynəlxalq statistika agentliklərinin hesablamalarına görə də Azərbaycanda 32-35 kiloqram adam başına düşən ət istehlakı. Ən aşağı səviyyədəyik. Həm Tacikistan zad, Əfqanistan zad olar. Heç Əfqanistan da inanmır ki, o qədər olar deyil. Biz ən aşağı şeydik. Bu normativlər elədir ki, bu özü təyin edir normativlər. Və bu normativlərin təmin olunmasında tibbi göstəricilər nəzərə alınmır ki, bir insanın rasionunda tibbi baxımından illik nə qədər ət olmalı, nə qədər ət yeməlidir, nə qədər kalori qəbul etməlidir. Bu neçə faizini ətdən almalısan, neçə faizini bitkidən almalısan, göyərtidən almalısan. Göyərti demişkən, Azərbaycan göyərtidə SSR-də ən çox göyərti, pomidor istehsal edən ölkələrdən biri. Ot qiymətinə dəyişir. Ot qiyməti. Deməli, Əfqan bəy, yeri gəlmişkən deyim, bu İlham Əliyevin o məşhur həmin son yalan bəyanatı ki, Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalını özünü təmin edəcək 55%, 56%-lə belə dambadaram söhbətlər. Azərbaycanda tərəvəz və kartof istehsalı Ermənistanda və Gürcüstanda olduğundan 2 dəfə azdır. Söhbət adam başına düşən göstəricilərdən gedir, istehsaldan. Hələ orada ixracat da var. İstehlakdan getmir söhbət, istehsaldan. Ermənistan və Gürcüstanda, Ermənistanda məsələn Azərbaycandan 2.6 dəfə çox tərəvəz, 2.9 dəfə çox kartof istehsal olunur. Ermənistanda. Niyə də Azərbaycan aqrar ölkədir? İllər boyu bu Azərbaycan hakimiyyəti, Əliyev rejimi bu Ermənistan teatr meydanında bir paz avtobus göstərdilər ki, bunlar belə yaşayırlar. Bizim hamımızın da beynində elə qalır. Ki bunlar hələ də sarı paz avtobusda gəzirlər deyə belə bir bizdə şey var. Amma reallıq nədən ibarətdir? Orta əmək haqqı onlarda bizdən çox. İnsanların rifah səviyyəsi onlarda bizdən çox. Mətbuat azadlığına görə bizdən çox qabaqdadır. Ümumiyyətlə bütün azadlıq kriteriyalarına görə bizdən çox azaddır. Sərhədləri açıqdır. Ora gələn turistin sayı bizdəkindən bir 10-15 dəfə çoxdur. Belə hər tərəfdə və Azərbaycan iqtisadiyyatından neftlə qazı çıxarsaq biz dilənçi günündə yaşamalıyıq. Əlbəttə. Dilənçi günündə yaşamalıyıq. Heç nə yoxdur. Heç bir şey. Bax biz su çatışmayan Qafqazda suyu ən az olan ölkə bizik. Və biz bu əkin sahələrində ən müasir suvarma sistemlərindən istifadə eləməliyik. Ən müasir. Az, amma bitkiyə yetəcək qədər. Yəni su itkisinə yol verməməliyik. Azərbaycan hökuməti fermerlərə bax bu texnologiyanı təmin edibmi? Bunu da atıram burağa. Bəy, o əkin sahələrinə gedən o kanallar zad vardı. Heç olar betonlaşdırılmayıbdır ki, su itkisi olmasın deyə. Su itkisi olmasın deyə. Çox biabırçı bir vəziyyətdə. Elə regionlar var ki, ümumiyyətlə kanallaşdırılmış su xəttləri yoxdur. Məsələn, bizim kəndimizin içində o Binəyə qədimdən 3 dənə çay var. Ağçaydı, Qobuçaydı, bir də Sarıdaşlardı. İndi o Sovet hökuməti dövründə o çayları sıxıb kanal vəziyyətinə salıblar və onu betonlaşdırmışlar. 2 ilində Sovet hökuməti. O kanalca hamısı dağılıb gedir. Məsələn, o su gedib çatmır. Və içi zibillə doludur, təmizlənmir. Qulluq olunmur kanallar. Və bu boy Zaqatala, Balakən bu şeydə, Qaxda da yoxdur, şəkin bilmir. Və bir dənə betonlaşdırılmış, bir dənə düz əməlli suvarma sistemi yoxdur Azərbaycanda. Bu bölgədə, böyük bir bölgədə. Və bitkiçilik bizdə tərəvətçilik demək olar ki, ölür, yox. Fərdi həyatlarda qalır. Böyük bir sahələrdə tərəvətçilik yoxdur. Çünki suvarma imkanları. Tütün əkirlər və salam. Texniki bitkidir. Tütün suvarılır, yoxsa dəmiyədir? Yox, suvarılır. Mütləq suvarılmalıdır. Su tütündə
əhəmiyyətli rol oynayır. Çox su tələb edən bitkilərdən biridir. Pambıqdan sonra ən azı 3-4 dəfə bunu dövrdə sulamalısan. Su nə qədər çox olsa. Çünki ağac böyük, uzun olduqca onun yarpağının sayı çox olur. Və bu məhsuldarlıq da onun yarpağıdır. O meyvəsi yox, bir şey yox. Yarpaq yetməlisən. O tütünçülük də bunların əlindədir. Tütünçülük də tam 100%, milyon %. Əlbəttə. Heç kəs o tütünə girişə bilməz. Heç kəs. Mümkün deyil. Müqəddəs məhsullar seriyasındadır. Ora toxunmaq olmaz. Mümkün deyil. Tütün əkinlidir, onun fermentləşdirilməsidir, doğranıb zavoda getməsidir. Siqaret 100% bu sənayenin, iqtisadiyyatın bu hissəsi İlham Əliyevlərin ailəsinin orada. Və SSR dövründə bu bizim bölgə tütünçülük bölgəsidir, SSR-nin ən böyük. Və bizim kəndimizdə Philip Morris şirkətinin şulkaları vardı, tütün qurutmaları vardı ki, onlar Amerika Sovetlə müqayisədən tütünün belə əkilib becərilməsi, aqrotexniki xidmət, qurudulması, fermentləşməsi sayəsində bir 200 il qabaqdır. Və bizdə belə qurutmaxanalar vardı, avtomatik idi bunun, tütün şitilinin əkilməsidir. İndi o sistemi bu Əliyev rejimi yenə gətirib Zaqatalada qurub, tütünü özü əkir, özü yaradır. Kolxozlar yaradır. Özü kolxozlar yaradır. Və tütünü tam olaraq bu özü nəzarət. Fermentasiya zavodu da bunundur. Tütün əkən də bunundur, tütün əkən fəhlələr də bunundur, o texnika da bunundur, o şulkalar da bunundur, hər şey. Udub ölkəni, makaron kimi. Udub. Heç kəsə heç bunu. Fındıq da bunundur, pambıq da bunundur. Hər şey bunundur. Kazinolar keçib və sizi və Azərbaycan xalqını əmin eləyirəm ki, növbəti adlı fahişəxanaların açılmasıdır. Onu da İlham Əliyev açacaq. Və əmin olun ki, bu olacaq. Və üzü ona gedir. Qüdrət Həsəngülüyev bunun əsasını qoyub, danışıb bu barədə. Və bu olacaq. Pul azaldıqca İlham Əliyev hər şey, bax, dost xidməti ilə işə götürülən adamların 99%-ni işdən çıxartdılar. 100 mindən yuxarı adam idi, üst-üstə bütün ölkədə. Qaz idarələrində işçiləri ən azı bir 40%-dən yuxarı ixtisara salıb. Qaynaqçıları ixtisara salıb. Sürücülər ixtisara salıblar. Deyir ki, işte o ustani saxlayırıq ki, bunun pravası olsun. Həm maşını sürsün, həm də geçsin qaynaq eləsin. Başa düşürsən? Bax, belə bir sistem. Hamını işdən çıxartılır. Şeyin də bu Azərqazının süpürgəçiləri yazıblar ki, bizə qaz mütəxəssislərinə, qaz mühəndislərinə verən sualları verin. Süpürgəçiləri imtahan edin. Həqiqətən belə bir şey dünyada yoxdur süpürgəçilər. Bax, bu Almaniya çox belə titizdir də hər şey. 10 aspul dinləməlisən. Aynen pol versən mütləq oxumalısan. Ofisansan mütləq oxumalısan. Nə bilim, oteldə qapıda duran o çamadan daşıyan yoxdur. 3 il oxumalısan aspul dinləmə. Amma burada küçə süpürən yoxdur. Süpürən adamların aspulningi yoxdur. Onlardan imtahan götürülmür. Azərbaycan hökuməti onlardan imtahan özdə baxmayaraq ki, bu Avropa ölkələrində küçə təmizləyən çoxlu sayda şəhər texnikası cəlb olunur. Normalda həmin texnika ilə adamları tanış eləməlidirlər. Azərbaycanda bir süpürgədir, bir də qoca qarıdır. Ona nə parma sürgücəsin ki? Azərbaycanda ümumiyyətlə küçə süpürən texnika yəqin ki, Targovdan başqa heç yerdə yox. Yəqin, mən hər halda olduğum qədər rast gəlməmişəm. Targov aydın. Targov da mərkəzi yerlərdə, amma Targovunu belə süpürüb silirdilər, onu görmüşdüm və başqa yerdə görmüşdüm. İndi bu adamlardan, bu yaşlı adamlardan, bu süpürgəçilərdən aparıblar, imtahan götürürlər ki, və imtahan sualları da mühəndislərə olan suallar paylayıblar bunlara ki, sən bu suallara cavab.
ki bu adamları işdən çıxarsınlar, Saklaşenko gedir. Bütün sahələr O üzrə Saklaşenko. paraşüt məsələdir. Madagaskar paytaxtı haradır? Deyir, tadən paraşütü vermirəm. Süpürgəçiyə aparıb nə bilim mən trigonometriyadan, integraldan sual verəndə o deməkdir ki, sən ixtisara düşürsən. İxtisara düşürsən. Araya da bu adamları yığıb yox, öz hesabına Bakıya gəlməsən, imtahan verir. Hələ Bakıda görürlər, hə, imtahanda. Aha, qaynaqçılar yığdılar Bakıya. Abi 5-ci də 6-cı ən yüksək dərəcəsi olan qaynaqçının işdən çıxarıldı. Niyə rayonda imtahan komissiyası olanmaz ki? Ha? Rayonda imtahan komissiyası ola bilməz ki. Yox, yığırlar Bakıya, hamısını yığırlar Bakıya. Dəlixanadır, bəy, valla dəlixanadır. Hamının da, deyirəm, bax, hamının gəlirləri azalır, işsiz qalır adamlar, gəlirləri azalır adamların, yaşayışlar pislər. Nə qədər insanların gəlirləri azaldıqca İlham Əliyevin monopoliyasının dairəsi o qədər genişlənir. Və ən pisi ondan ibarətdir ki, bu bir dəfə əlinə lapasını, pəncəsini qoyduğu sahənin üstündən əlini qaldırmır. Heç. Bir dəfəlik saxlayır özündə. Elə də. Nəysə, Əfqan bəy, çox təşəkkürlər maraqlı söhbət üçün. Dəyərli izləyicilər, lütfən yayını bəyənin, paylaşın və abunə olun Azərbaycan Saatı YouTube kanalına. Salamat qalın. Sağ olun bəy. Sağ olun.